Facebook sosial şəbəkəsində könüllülərdən ibarət qrup Yaşamaq üçün bir şans adlı kampaniya başlayıb. 2 gündür kampaniya çərçivəsində Park Bulvar Ticarət Mərkəzində ianə toplanmasına başlanıb. Burada həm də satış yarmarka təşkil edilib. Vətəndaşlar şəxsi əşyalarını, kitab, bəzək əşyaları, rəsmlər və s. yarmarkada satışa çıxarırlar. İanə toplanmasından və satışdan əldə olunan vəsait 17 yaşlı xərçəng xəstəsi Nərmin Hüseynlinin müalicəsinə sərf olunacaq. 2 gündə aksiyamız davam edir. Park Bulvarda və Metro Parkda da bugün davam edir aksiyamız. Dünəndən çox yaxşı nəticə əldə edilmişik. Yəni insanlar gəlirlər, maraqlanırlar, yəni qutumuza pulları qoyurlar və həmçinin satışlar gedir. Yəni hər halda hələ ki dünəndən nisbətən zəifdir satış, amma yəni daha yaxşı olmaq üçün çalışırıq. Könüllülərimizə çox təşəkkürüm bildirirəm. Xatırladaq ki, ağır xəstəlikdən əziyyət çəkən Nərmin Hüseynlinin Almaniyada müalicəsinə 150.000 manat gərəkdir. Təşkilatçılar belə kampaniyaların lazım olan məbləğ toplanana qədər davam edəcəyini bildirirlər.